Sual verilir ki, duam necə qəbul olsun deyə hansı saatlarda edim, yəni hansı vaxtda? Adi özüm istədiyim kimi edim ya ərəb dilində etməyim vacibdir? Duanın qəbul olma vaxtları var. Yəni o vaxtlarda olunsa daha yaxşı olar. Yəni o vaxtlar olmasa da istənilən vaxt insan dua edə bilir və əsas olan odur ki, insan duanı etdiyi zaman ayıq qəlbi ilə etməsidir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İnnallaha la yaqbalu duaan an qalbin ğafilin ləh. Allah Teala ayıq olmayan qəlbdən duanı qəbul etmir. Yəni insan dili ilə bir şey deyir, amma qəlb isə dünyada dolaşır. Yəni belə dua qəbul olmur. Yəni insan istədiyini qəlbi ilə anlasın. Və eyni zamanda yəni insan öz acizliyini, kasıblığını izhar edərək dua etməlidir. Bəzən insan yəni dua edir, elə bir ki, o qədər ehtiyacı yox. Yəni belə də dua qəbul olunur. Və həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Ud'ullaha və entum muqinuna bil icabə. Yəni siz duanın qəbul olunacağına inandığınız halda dua edin. Yəni insanda o inam olmalıdır ki, bu qəbul olacaq. Yəni bəzən insan yoxlamaq üçün dua edir. Təcrübədən keçirmək, görək necə olur. Bir dənə dua edim, görək necə olur, qəbul olmur. Yəni belə duada qəbul olmur. Yəni ərəbcə edilməsi şərt deyil. Əsasən insan yəni öz dilində edə bilər, ərəbcə bilir, mənasını bilsə daha yaxşı. Və yəni əsasən qəlbi ilə anlayaraq etməsidir, qəlbini taparaq etməsidir. Yəni ola bilər insan heç duanın qəbul olunan vaxtı deyil, amma orada elə qəlbən dua etsin, duaların qəbul olunan vaxtından daha yaxşı olsun. Yəni qəbul olmasına daha yaxşı səbəb olsun. Niyə görə? Çünki ola bilər ki, duanın qəbul olunan vaxtda insan qəflətdə olsun, fikir başqa yerdə olsun, amma başqa vaxtı yəni ayıq qəlblə inanaraq, yəqinliklə etməsi daha üstün ola bilər. Ona görə bu çox mühüm məsələdir. Əgər belə bir hal duanın qəbul olunan vaxtında da olarsa, bu daha əla, daha yaxşı. Yəni həm gecənin son 3də birində və yaxud da cümə günü axşama yaxın, məğribə yaxın və onunla yanaşı insan yəni ayıq qəlblə yəni etməsidir. Ona görə bu məsələ mühümdür. İbn Qayyim rahimehullah buyurur ki, qılınc tək itiliyinə görə kəsmir. Qılınc tək itiliyinə görə kəsmir. Ola bilər qılınc olduqca itidir. Amma iti olmağı ilə yanaşı onu tutan bilək olmalıdır. Əgər bilək güclü deyilsə, yenə kəsməyəcək. Qılınc iti qılıncdır, amma bilək zəif. Onu zərbə vura bilmir. Necə kəssin? Və həmçinin bilək güclü olmaqla yanaşı maniyə də olmamalıdır. Deməli, qılınc da itidir, güclü bilək də var, amma vurduğu zaman qarşısına maniyə gəlir. Yenə kəsmir. Və burada da insan sünnədə gələn duaları etməklə yanaşı ixlasla etməlidir, səmimi qəlblə etməlidir. Və maniyələr də nədir? Günahlardır. Günahlardan da insan uzaq olmağa çalışmalıdır ki, yəni dua qəbul olsun. Və həmçinin insan dua edərkən bir məsələni bilməlidir. Bu çox mühüm məsələdir. Dua edən insan ibadətdədir. Dua edən insan ibadət etmiş sayılır. Yəni qəbul olması başqa məsələ. Və insan düşünməlidir ki, 10 dəqiqə dua edirsə, 1 saat dua edirsə, yəni o vaxt ibadətdən sayılır. Çünki dua özü ibadətdir. Yəni bunu bilmək lazımdır. Yəni bəzən insanlar elə düşünür ki, dua yalnız qəbul olunması nəsə istəmək üçün edilir. Yəni o vaxt boşa gedir. Xeyr, sənin yəni duaya ayırdığın vaxt ibadətdən sayılır. Ona görə burada insanın uduzduğu bir şey yoxdur. Və həmçinin 3 şeydən biri də olur. Ya istədiyi hasil olur və yaxud onun mislində bir şər ondan soğuşdurulur və yaxud da ən ehtiyaclı olan günə, qiyamət gününə onun savabı saxlanılır. Və bəzən də imtahan olaraq da gecikə bilir. Yəni insanın istədiyinin gecikməsi. İbn Cəvzi rahimehullah buyurur ki, yəni duanın cavabının gecikməsi səbri tələb edən müsibətlərdən sayılır. Səbri tələb edən müsibətlərdən. Bir müsibət də ona görə insan səbr etməlidir.